Dəyərli izləyicilər, Xonçadan söhbətlərin yeni bölümündə sizi Xonça patisserinin istehsalatından yenidən salamlayırıq. Sizin çox sayılı istəklərinizi nəzərə alaraq yenidən proqramımızda istehsalata keçməyə qərar verdik. Bugün Rəna xanımla birlikdə Rəna xanımın həmkarı Aygün xanım Dərişova bizimlədir. Xoş gəlmisiniz. Əslində biz xoş gəlmişik, çünki bura sizin iş yerinizdir. Bizim məkanda sizi də xoş gördük. Təşəkkürlər. Və bugün çox xoşbəxtəm, çünki bugünkü mətbəxtimi iki belə gözəl xanımla paylaşacağım. Və bugün çox sayılı istəkləri nəzərə alaraq bulka və bulkanın növləri haqqında danışıb biz hazırlayacağıq və ənənəvi olaraq biraz tarixlərə də dönəcək. Və bugün proqramımızı dəyişiklik edərək istehsalatımıza keçdik və bugün asan bir usulla bulka hazırlayacağıq və zamanla asan reseptlərlə daha mürəkkəb, çətin reseptlərə irəliləyəcəyik. Və odur ki, sizin rəylərinizi, sizin arzu istəkləriniz bizim üçün çox vacibdir və biz onu nəzərə alıb menümüzü deyərik ki, buna uyğun olaraq şəkilləndirəcəyik. Bugün hazırlayırıq dediyim kimi bulka. Bulka hər kəsin evdə sevimli bir şirniyyatıdır. Bugün sabah artıq məktəblər başlayır və düşünürəm ki, bu resept xanımlara, uşaqlara da faydalı olar. Nəzərə alsaq ki, bu arada bizim nəsil də bu bulkalarla böyüyüb məktəbdə. Bəli. Xüsusilə kişmişli və kəsmikli bulkayla. Bulka haqqında biraz danışaq. Bulka Polşa kəlməsidir, Polşadan gəlib. Adı da balaca yumru çörək deməkdir. Amma latınca yumru, şar belə mənasında gəlir və bizə isə Sovet dövründən gəlmə bir bulkadır və indiyə qədər də hamı sevir və evdə hazırlayır. Onda da başlayaq reseptə. Aygün də bugün bizə kömək edəcək, daha doğrusu Aygün hazırlayacaq. Biz isə Xonçadan ənənəvi olaraq şirin söhbətlər edəcəyik. Düzdür, Zərifə xanım, buyurun. O zaman prosesə başlamamışdan əvvəl Aygün xanımı biz yaxından tanıyaq. Aygün xanım kimdir, özünü təqdim eləyər. Salam, ilk olaraq dəyərli izləyicilərimizi və Zərifə xanımı salamlayıram. Mən 2005-ci ildə Peşə Texnikumunu bitirmişəm. Uzun illər Bakı şəhərinin məşhur otel və restoranlarında çalışmışam və bu ilin fevral ayından tələbəsi olduğum Rəna xanımla yenidən yollarımız kəsişib. Mən də artıq Xonça ailəsinin bir üzvüyəm və çox xoşbəxtəm. Mən sizə qeyd eləmişdim, mən rəsmi olmayan bir məktəbsiz. Aygün xanım, bu peşəni seçməkdə əsas məqsədiniz, motivasiyanız nədən ibarət idi? Yəqin ki, ətrafımdakı olan insanların üzündəki olan gülüş, eyni zamanda işimə, peşəmə olan həvəsim və gördüyüm işdən zövq almağımdır. Və ən əsası da Rəna xanımın dəstəyi ilə, yönləndirməsi ilə bu sənətə yiyələnməyimdir. Çox gözəl, indi də davam edirik. O zaman prosesə başlayaq. Mən də sadəcə kənardan sizi izləyəcəm, ümid edirəm, mən də öyrənərəm. Mənim xəmirlə biraz aram yaxşıdır. Mənim yeməklərlə aram yaxşıdır, hazırlaya bilirəm. Amma bir xəmir ilə aram yaxşı deyil, düzəldə bilmirəm, nə yalan deyil. Bax, görürsünüz, şirniyyatla da aramın yaxşı olmadığını keçən bölümdə öyrəndim. Şokoladlarla daha doğrusu. Siz xəmirlə təmasda olsaz, ondan necə müsbət enerji almaq lazım olduğunu görsəz, yəqin ki, onunla işləməyin necə gözəl olduğunu anladıqdan sonra daha tez qavrayacaqsınız. Zərifə xanım, sizə bir sir də açım. Bəli, sizə bir sir də açım. Buyurun. Demək, mayalı xəmir, bax, mən öz təcrübəmdən arxalanaraq paylaşıram. İnsanın əhval-ruhiyyəsini hiss edir. Mən əsəbi, nəsə belə yorğun, belə olanda xəmirim istədiyim kimi qalxmır, istədiyim kimi alınmır. Mən daha çox qorxaq yanaşıram xəmirə. Amma belə ona görə də günün sonunda çox sərt bir xəmir alır. Belə tempo ilə başlasam, xəmir axır, gedir. Demək belə, bugün sadə usulla bir bulka hazırlayacaq. Hər kəsin evdə əli altında düşünürəm bu ərzaqlar var və bir xəmir yoğurub bir neçə çeşid bulka hazırlayacağıq. Amma əsas bugün bizə lazım olacaq 1 kilo un, 200 qram şəkər tozu, 250 qram süd və 50 qram yaş maya. Əgər yaş maya yoxdursa, 15 qram quru maya istifadə edə bilərik.
100 qram xama, 2 ədəd yumurta, 150 qram kərə yağı və 5 qram duz və 5 qram vanil bizə lazım olacaq. İndi isə Aygün xanım xəmirin hazırlamasını göstərəcək. Biz isə balaca sirləri açıb sizə söyləyəcəyik. Birinci nə edirik? Unu ələyirik. Ələmək təkcə təmizlik baxımından deyil, ələyəndə un oksijenlə zənginləşir və xəmirimizi daha tez gəlməyə və daha yüngül, daha qabarıqlı olmağa bizə dəstək olur. Un. Xəmiri yoğuracağıq. Belə çox nə sərt, nə çox yumuşaq, orta yumuşaqlığında bir xəmir alınmalıdır və şəkər tozunu əlavə edirik. Demək 250 qram süd ilıq halda, hardasa bir 30-32 dərəcədə və 50 qram yaş mayanı belə qarışdırıb xəmirə əlavə edirik. Paralel olaraq fürsətdən istifadə edərək, kimin ki evində həssas tərəzisi yoxdur, biz bunu ən rahat üsulla ərzaqlarımızı necə qramajlarını tutdura bilərik, onu demək istəyirəm. 1 kiloqramın 8 stəkan, daha dəqiq desək 8 su stəkanına bərabərdir. Su stəkanı bizim bildiyimiz 250 milliqramlıq su stəkanları nəzərdə tutulur. Şəkər tozu 200 qram, yəni 1 su stəkanı. Maya 50 qram, quru maya 16 qram. Bu artıq necə evdə ayarlaya bilərik? Demək, yaş mayanı gözə yarı 50 qram çəkirik. Quru maya isə bir dolu xörək qaşığı 15 qram quru maya olur. Bir paketin 3də 1-i qədər. 10 qramlıq paketi götürsək, bir paket yarım. Anladım. Digər tərəfdən yağ 150 qram, 10-11 xörək qaşığı. Bəli. Süd 250 milli, 1 stəkan yarım qədər, 250 qram daha doğrusu 1 stəkan yarım qədər. Xama 100 qram, 5-6 xörək qaşığı. Yumurta isə 2 ədəd yumurta qırıb əlavə edirik. Bizim artıq xəmirimiz yavaş-yavaş hazır olur. Biz mikserlə qarışdırırıq. İzləyicilərimiz evdə əllə də yoğura bilərlər. Artıq bizim xəmir hazırdır. İndi Aygün xanım hazır xəmiri stola. Xəmir hazır olduqdan sonra mayalı xəmir çox sevir onu yoğurulsunlar. Düz şəkildə yoğurursanız artıq xəmir görürsünüz gəlməyə başlayır. Və beləliklə saat yarım gəlsə xəmirə düşünürəm kifayətdir. Sonra göstərəcəyik nə etmək lazımdır. Sonra isə davam edəcəyik. Hələlik yumşaqlığını necə bilə bilərik? Gəl deyil sizə, bax. Baxın, əl vurun, görürsünüz. Orta yumşaq, nə çox axıcı deyil xəmir. Belədir, tutanda qəşəng görürsünüz. Nə də çox sərt deyil. Sərt olsa xəmirimiz gec qabaracaq, biraz yeyəndə də sərt olacaq. Çox yumuşaq olsa xəmir, Zərifə xanım, forması itir, bəli. Amma belə tam belə orta yumuşaqlıq bizə lazımdır və xəmir mütləq ki belə kündələnir, böyük kündə. Demək, bizim xəmirimiz hazırdır. Biz bunu belə bir balaca masanı yağlayırıq, bəli, ki xəmir qurulmasın. Bir balaca üzərinə bəli, belə yağlayırıq ki, çox qurulmasın. Bəli. Sonra belə nəzəri bilgiləri bilirəm, gördüyünüz kimi. Bağlayırıq. Amma praktikada heç yaxşı deyil. Bəli. Belə xəmirimiz 1 saat yarım belə otaq temperaturunda xəmir gəlməlidir. Onu da qeyd edim ki, xəmir olan yerdə kondisionerlər çox işləməməlidir. Çünki kondisionerdə bulkalarımızın keyfiyyətinə təsir edəcək. Onu hazırlayanda zamanda deyəcəm və otaq temperaturunda olmalıdır. 1 saat yarım. Bəli, artıq xəmirimiz gəldi. Gördüyünüz kimi, görürsünüz nə gözəl xəmirimiz oldu. Həcmi demək olar ki, 2-3 dəfə artır. Bəli, artmalıdır. Bulkaları 100 qramdan kesəcəyik, düzdür. Bu xəmirdən hardasa 19-20 ədəd bizdə bulka çıxacaq. Biz 20 ədəd bulkanı eyni çeşid eləmirik, fərqli. Sonra xanımlar özləri seçəcəklər, izləyicilərimiz hansı bulka daha xoşdur. Onu özləri üçün hazırlayacaqlar. Bizim yaradıcılığımıza qalır da bulka xəmirindən necə bir şey hazırlayacağımız. Kimin ürəyi necə istəyir, nə demək, 100 qramdan, o birləri sən kəs, 100 qramdan xəmiri kəsirik. Mən də birini... Bəli.
Çox əmin deyiləm, amma Demək, kündə düz eləməyin də çox bir önəmi var. Düzdür, çünki kündəni düz eləməyəndə, yayanda istədiyimiz bulkanın, bəli, istədiyimiz forma bulka olmur. Ona görə də Zərifə xanım, beləliklə siz boş dayanmayın. Demək, əslində yığılanda bu kündələrin alt hissəsi belə bu şəkildə yığılmalıdır. Görürsünüz, baxın, baxın, baxın. Bax, belə kündəliyib. Amma xəmirlə işləmək çox rahatladan bir şey deyil insanı. Əslində, indi biz əlcəklə işləyirik. Evdə xanımlarımız yəqin ki, əlcəksiz işləyəcəklər də xəmirdə. O başqa bir zövqdür. Əlbəttə ki, bir zövqdür. Demək olar ki, bir terapiya növüdür. Yəni, siz xəmirə əlcəksiz halda əllərinizi vursaz və ondan necə zövq almaq lazım olduğunu hiss eləsəz, biləcəksiniz. Baxın, Zərifə xanım, mən isə iki əllə də eləyə bilirim. Örgədəcəm. Bax, bunu bu barmaqlarla biraz içəri eləyib yığırsan ki. Bax, belə. Artıq daha məntiqli gəlir. Gördünüz? Həqiqətən alınırmış. Mən birini daha eləyərəm. Verilişi sonunda iki əllə eləyə biləcəksiniz. 2 gündə birdə. Birindən eləsəm mənim bəsimdir. Yaxşı. 20 dənə kündən indi evdə eləyəndə nə qədər vaxt ala bilər? Onu da sizdə bir 15 dəqiqə. 15 dəqiqə. 15 dəqiqə. Bu da baxır hansı level mastersınız da yəqin ki. Demək, biraz yağlanmış stolun üzərinə kündələrimizi belə yığırıq. Və bir balaca üzərinə yağlayırıq. Son kündə sizdə bir balaca. Yenə streçləyib bir 15 dəqiqə gözləyirik ki, xəmir gəlsin. Həm gəlsin, həm də gluten özünü buraxsın ki, yaymağı, şəkil verməyi bizə daha rahat olsun. İşləmək daha rahat olsun. 20 ədəd çıxdı kündəmiz. Bəli. Qramajını həssas tərəzimiz yoxdursa? 100 qram. Gözə yarı? Gözə yarı 100 qram. 190, 95. Bunu nəzərdə tutsalar xanımlar. Ölçüyə göz görə. qərarı olaraq öz ovucularının içində bunu belə bax, belə bu nəzərdə tutsalar bu ölçüdə. Bu zaten 100 qramdır. Əla. Artıq mən düşünmürəm ki, hansısa izləyicilərimizin evində artıq tərəzi olmasın. Məncə də, məncə də bu Çünki arada. yəni müxtəlif qiymətə, müxtəlif ölçüdə də artıq hər yerdə tərəzi var. Yəni hər ehtimala Amma yenə qarşı də mətbəxdə olmalı olan bir əşyadır. 15 dəqiqə keçdi, kündələrimiz də gəldi. Onu da qeyd edək ki, belə biz bunu streçləməliyik. Otaq temperaturu 20-22 olmalıdır, bəli. Və kondisionerlər işləməməlidir, çünki xəmirimizin üstü quruya bilər və qabarmağı gəlməyini əngəlləyir kondisioner. Ona görə də artıq gəlib və nə deyirik, necə düzmüşüksə, ilk öncə hardan düzmüşüksə, orada da kündələrə başlayırıq, çünki birinci bunlar gəliblər. Demək, indi Aygün xanım birini yayacaq, biz, yoxsa mən? Siz. Mən davam edəcəm. Siz olan yerdə mən məsələyə qarışmaq istəmirəm. Artıq xəmirimiz görürsünüz necə gəlir və xəmiri yaydıqdan sonra bir balaca gözləməliyik gluteni. Görürsünüz artıq biz xəmiri yayanda xəmir təkrar yığılır. Bir balaca yayıb biz bunu biraz gözləyəcəyik. Düzdür? Bəli. Bəsdir bu ölçüdə sizə. Bəsdir. Bunları belə yığırıq. Misirdə hazırlanan çörəklər də bulkaların ilk versiyası kimi nəzərdən keçirilə bilər. Bəli, Zərifə xanım, hətta tort anlayışı da oradan gəlir, düzdür? Eynən. İlk çörəklərimiz də oradan, məsələn, biz nə danışmışdıq? Yavalı, ballı çörəklər də məhz Misirdən bizə gəlib. Bu arada adi bulka ilə fransızların brioş xəmiri arasında... Siz mənim ürəyimdəkiləri oxudunuz. Bugün fikirləşirdim ki, bugün sadə bulka hazırlayacaq. Gələn dəfə brioş eləyək. O biraz daha çətin, tərkibi ağır, çox kərə yağı gedir, mayalı, şəkərli xəmirdir. Amma mükəmməl, çox sevirəm brioşu. Fransızların məşhur French tostunda istifadə olunan çörək də brioş çörəyi. French tost, brioş bir balaca şirindir, amma French tostu çox şirin deyil, düzdür? Tostların da müxtəlif Üstündə reseptləri gilə meyvə var. soslu olan versiyalarında mən səhv etmirəmsə brioşu görmüşəm.
onu araşdırarıq sizinlə gələn Araşdırarıq. verilişlərdə. Hə. Əgər izləyicilərimizin də brioşa marağı varsa, Təbii ki, gələcək bölümlərimizdə bizə brioşa zaman bəli, ayırarıq. bizə rəyləri bildirin. Əgər istəyirsinizsə, gələn dəfə brioş hazırlayarıq. French brioche. Bir də xanımlarımızın nəzərinə çatdıraq ki, bunları yayanda, kündələri yayanda, hansı ki bunun alt hissəsi var, onu yayanda içəri doğru qoysunlar ki, üstü daha hamar, daha gözəl alınsın. Bəs hal-hazırda bizim istifadə elədiyimiz içliyin resepti necədir? Kəsmikli. Kəsmikli içliyimizin tərkibində 200 qram kəsmik, 50 qram şəkər tozu, 40 qram kişmiş, 5 qram vanilin var. Kişmişi nə edirik əvvəldən? Kişmişi təmizləyirik və isti suda onları biraz Şişəndiririk. saxlayırıq. Sonra isə Bir küp qaynadırıq. Mən sevirəm elə. Bir küp qaynadıb soğuk qaynada da suyla. bilərik, Bəli. isti suda da saxlaya bilərik. O nə üçün lazımdır ki, bişəndə sulu qəşəng qalsın, kişmiş nəm qalsın və içəridə qurumasın. Bu arada istifadə olunan kəsmin yağlılıq dərəcəsinin bir fərqi var. 18. İdeal Biz olan 18. bəli, biz 18 dərəcədə 18 faizlik. 18% biz işlətdik. Amma yenə də zövqə bağlı düşünürəm. Yəni kimsə bəlkə pəhriz saxlayır, çox yağlı istəmir. Məncə bulka ilə Pəhriz biraz yanbayan gəlmək məntiqli deyil az amma. miqdarda olsun və nədən də olmasın. Yəni mən bulka yesəm içindəki kəsmin Siz də yağlılıq bizim dərəcəsinə sənətə fikir edirsiniz, ha? Bu arada kəsmikli içliyin də reseptindəki qramajları evdə həssas tərəzi olmayanlar üçün bir daha çevirim. 200 qram kəsmik 1 stəkana bərabərdir. 40 qram kişmiş 3 xörək qaşığı, şəkər tozu 50 qram, 4də 1 stəkan və yağ deyə bilərik ki 3 xörək qaşığı. Vanil isə 5 qram, yəni 1 çay qaşığı kimi nəzərdən keçirilir. Bulkalarımızı soba listinə yığanda nəyə diqqət yetiririk Zərifə xanım? Bulkaların arasında böyük bir məsafə olmalıdır. Çünki Həcmi artacaq pişdikcə. artacaq, yapışıb deformasiya olmasın. İstədiyimiz kimi bulkalar istədiyimiz şəkildə qalsınlar. Demək, bizdə bugün 20 kündə var. Hər çeşiddən 4 çeşid hazırlayırıq, düzdür? Hər çeşiddən 5 dənə olsa artıq 4 çeşid bulkamız var. Demək, 5 dənə kəsmikli oldu. Bizdə qozlu da var. İndi isə qozlu. Qozlu bulkamızın da tərkibində çəkilmiş, təmizlənmiş, çəkilmiş qoz 100 qram, şəkər tozu 50 qram, vanilin 5 qram, bir də yumurtanın ağı 30 qramdır. Bunları qarışdırırıq, bu hala alınır. Biraz belə bir-birinə yapışıq olmalıdır ki, içində dağılmasın. Soruşacaqsınız ki, niyə o içliyin tərkibinə yumurtanın ağını qatdıq? Yəqin ki, bir arada saxlanması üçün, Bir arada dağılmaması üçün. Dağılmaması və pişərkən çox qurumur, belə şirəli qalır. Yəni ki, ona görə. Həm də işləməsi biraz rahat olur. Amma mən evdə rulet də hazırlayanda mütləq ki, yumurtanın ağını vurub belə qəşəng yoğururam və belə gözəl bulkalarımız alınır. Aygül xanım isə indi bizə qozlu bulkanın şəkil verməsini göstərəcək. Necə kəsilib, fiqur verilir. Amma tam axıracan kəsmirik, düzdür? Tam axıra kimi kəsmirik və burada da yenə içliyə doğru olan hissəni də yenə biraz məsafə saxlayırıq. Sonra isə onu bükürük səliqəli şəkildə. Bura çatanda biraz dartırıq ki, bu hansı ki kəsdiyimiz yerlər açılsın. Fürsətdən istifadə yenə qoz içliyin də qramajlarını verək. 100 qram qoz 1 stəkan hesab olunur, 1 su stəkanı. Şəkər tozu 50 qram, 4də 1 stəkan, yəni 3 xörək qaşığı və vanil 5 qram 1 çay qaşığı. Və kofe haqqında danışanda yadınızdadır, Avstriyalılar Kruasana bayrağa baxıb, Türk bayrağına baxıb bunu düzəldiblər. Bugünkü ruletdə bir balaca onu bizə xatırladır. Eyni xatırladır. Bulka daha Nə doğrusu. bilmək olur ki, bəlkə də elə bu şəkildə olur. Mən də inanmıram ki, ilk kruasanın forması bəlkə də fərqli növlərdə olubdur. Yox, biz nə dedik? Təməli gəlir Avstriyadan, gedir Fransaya. Fransa artıq onu təkmilləşdirir və bugünkü modern kruasan sırf Fransada kəşf olunur. Amma atası təbii ki, Avstriya sayılır. Təbii ki, amma kruasan xəmiri ilə arasında böyük bir fərq var bulkanın. Bəli, bu sadə bulkadır. Çox tamamilə fərqli xəmirdə hətta deyərdim. Bəlkə kruasan da bir gün hazırlayar. Ola bilər. Məncə izləyiciləri də maraqlı olar. Bəli. Nəzərə alsaq ki, ən trend, necə deyərlər, şirniyyatlardan biridir kruasan. Hətta onu müxtəlif şişliklərlə hazırlamaq olar. Bu qozlu işliyi də ona vurmaq olar. Bax, kruasan da xəmirə
bulka xəmiri kimidir. Yəni bir xəmir hazırlayıb çeşidli kruasan hazırlamaq olur. Yəni şokoladlı kruasan, Formasını əslində istədiyiniz yumru kimi verə kruasan, bilirsiniz. şokoladlı. Qat-qat xəmirdə. Bəli. Məsələn, qənnadı kremlə olan kruasanları hazırlaya bilərik. Yenə o İzləyicilərimizin rəylərinə qalıb hər şey. Bəli. Şimdi cəmli bulkaya keçməmişdən qabaq bir də resepti xatırladaq. Qoz içliyin reseptini bir daha həssas ərazisi olmayanlar üçün xatırladırıq. 100 qram qoz, yəni 1 su stəkanı, şəkər tozu 50 qram, 1/4 stəkan və ya 3 xörək qaşığı, vanil 5 qram, yəni 1 çay qaşığı və qozun içliyinin özünü tutması üçün yumurta ağından istifadə edirik 1 ədəd. İndi isə cəmli bulka hazırlayırıq. Xəmiri çox uzun yaymırıq, əvvəlki bulkalar kimi. Cem genə elə kim hansı cemi sevirsə, onu istifadə edə bilər. Miqdar da gözə yarı olar hər halda. O da Gözə yarı, kim necə istəyirsə. Bişəndə qaynayıb daşa bilər. Yəni normal şəkildə belə qoysalar. Bir də cemi istifadə edəndə nəyə diqqət yetiririk? Çox axıcı olmasın. İsti qərəz biraz axıcı olsa, qorxmuruq. Biraz qarıdalı nişastası cemə qata bilərik, biraz. Artıq son bulkalarımız hazır olur və Aygün xanım cemli bulkanın hazırlamasını, görünüşünü bizə göstərəcək. Tələsmədən. Hər iki tərəfdən çərtirik, tam axıracan yox, bəli. Həmən kəsikləri eyni bərabərliyə gətiririk və bir-birinin içərisindən keçiririk və alta doğru, bunu belə alta doğru yerləşdiririk. Ki, bunları belə saxlasaq, mayalananda, bişəndə bunlar belə qalxacaqlar. Ona görə bunları alta doğru belə birləşdiririk və mayalanmaya. Rəna xanım, mənim sizə bir sualım var. Buyurun. Biz bu xəmirlə, yəni bulka xəmiri ilə içliyi şirin eləməsək, fərqli bir içli eləsək, daha turş məsələn və yaxud duzlu, alınarmı? Alınar, niyə alınmasın? Məsələn, siz tövsiyə verə bilərsiniz. Duzlu deyə bilmərəm, amma ki, şirin olmayan nə etmək olar? Əslində Quru kəsiyin meyvələrdən, sadə quru şəkildə meyvələri eləmək istifadə olar. edə bilərsiniz. Məsələn, cemi də əgər məsələn bizdə hazır ərik cemidir, düzdür? Amma xanımlar da evdə axşamdan ərik qurusunu isladıb, əzib, biraz şəkər qatıb, onu da istifadə edə bilərlər. Aha. Bir sualım daha var. Cinnamon roll deyə bir şirniyyat var. O şirniyyatın xəmiri ilə bulka xəmiri arasında çox böyük fərq var. Yox, çox böyük fərq deyil. Sadəcə onun yayılır, içərisində kərə yağı sürtülür, darçın vurulur, sonra rulet kimi bağlanıb kəsilir, sonra istəsəz onu da eləyə bilərik. Onu da eləyə bilərik, hər şey eləyə bilərik. Min dəfə danışmaqdansa bir dəfə görmək daha yaxşıdır. Və xəmiri yaydıq, Xəmiri yaydıq, biraz uzununa yayırıq xəmiri. Kərə yağı ilə yağlayırıq arasına. Və şəkər tozu əlavə edirik, biraz darçın səpirik. Bir də mənim üçün sizin üçün kişmiş əlavə edirik. Əslində mənim ağlıma cinnamon rollun gəlmə səbəblərindən də biri məhz buydu. Darçın idi. Darçının ətri sizə onu xatırladı yəqin ki. Çox sevirəm darçını mən ümumiyyətlə şirniyyatlarda. Sonra bunu belə bükürük. Cinnamon bun hazırlanır, sonra pişdikdən sonra üzərinə krem cheese çəkilir. Hazırlayarıq. Belə. Bu formada bükürük. Sonra isə çeviririk, hansı ki bu iç hissəsini. Qat tərəfini bükürük. Qatladıqdan sonra isə bunu tən ortadan belə kəsirik. Sonra isə çeviririk. Çeviririk və burada qatları... Bu qalbimi sizə veriyorum. Ürək forması belə verir. Bəli, bu qatlarını belə bu şəkildə, səliqəli şəkildə açırıq və bu bizə ürək şəklində. Bəli, artıq bulkalarımız hazırdır Zərifə xanım və qeyd etdiyim kimi listin üzərində tam şəkildə mayalanmalıdır və soba üçün bulkalarımız hazırdır. Sadəcə üzərinə yumurtanın sarısını vururuq və bu bulkaların üzərinə yumurtanın sarısını vurduqdan sonra biraz şəkər səpəcəyik. 180 dərəcədə 20-25 dəqiqə hazır olub pişəcək. Bu da yenə sobalar fərqlidir, özünüzün diqqət yetirməniz lazımdır. Bu arada otaq temperaturundan da asılı olaraq xəmirin gəlməsi üçün bizə təxmini 15 dəqiqə vaxt lazım oldu. Bəli, artıq yumurtanın sarısını üzərinə çəkirik və sobada bişirəcəyik.
Və mənim ən sevdiyim məqam bulkalar sobadan çıxdı, artıq hazırdır və görürsünüz cəmi 1 kilo undan neçə də ədəd biz bulka bu gün hazırladıq və biz 100 qramdan götürdük bulkanı. Ola bilsin ki, həcmi böyükdür. İzləyicilərimiz özlərinin zövqünə görə xəmirin çəkisini azalda bilərlər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Rəylərinizi gözləyirik. Nuş olsun. Yeni bölümdə hər birinizi yenidən Xonçadan söhbətlərdə gözləyirik.